Hər vaxtınız xeyir. Bugün Xalqın gündəmi rubrikasında media əyri güzgüyə çevrilməməlidir məqaləsinin icmalını təqdim edəcəyik. Məqalənin müəllifi Əvəz Rüstəmovdur. Azərbaycan informasiya məkanında yaranmış son vəziyyət ciddi narahatlıq doğurur və bu baxımdan Mətbuat Şurasının açıqlaması da təsadüfi deyil. Müəllifin fikrincə, bəzi media subyektləri sosial şəbəkələrdə qarşıdurma yaşayan tərəflərin emosional və qərəzli paylaşımlarını olduğu kimi tirajlamaqla peşə prinsiplərindən uzaqlaşırlar. Jurnalist artıq faktı araşdıran və ictimai məzmunu müəyyənləşdirən peşəkar olmaq əvəzinə bəzən şəxsi münasibətlərin yayımçısına çevrilir. Halbuki ictimai maraq anlayışı konkret hüquqi və etik meyarlara əsaslanmalıdır. Məişət xarakterli konfliktlərin sensasiya kimi təqdim edilməsi nə ictimai təhlükəsizlik, nə də dövlət və cəmiyyət mənafeləyi ilə bağlıdır. İfadə azadlığı ilə şəxsi həyatın toxunulmazlığı arasında balans qorunmalıdır. İctimai maraq yalnız korrupsiya, vəzifədən sui-istifadə, ictimai təhlükəsizlik və ya ciddi yanlış yönləndirmə riski olduqda üstün hüquqi əsas qazana bilər. Əks halda şəxsi həyatın qorunması prioritetdir. Əvəz Rüstəmov hesab edir ki, medianın sosial şəbəkə istifadəçisindən əsas fərqi onun peşəkar və hüquqi məsuliyyət daşımasıdır. Jurnalist şəxsi adekvat zəminində yayılan paylaşımı olduğu kimi təqdim edirsə, o zaman həmin emosiyanın alətinə çevrilmiş olur. Bu kontekstdə müəllif məşhur Amerikalı publisist Walter Lippmannın fikrini xatırladır. Xəbər hadisəni bildirir, həqiqət isə hadisənin arxasındakı mənanı açıqlayır. Əvəz Rüstəmova görə jurnalistikanın əsas missiyası məhz bu mənanı üzə çıxarmaqdır. Sonda müəllif belə qənaətə gəlir ki, medianın legitimliyi azadlıq və məsuliyyət balansından keçir. Əgər bu tarazlıq pozularsa, ictimai etimad zəifləyər, informasiya xaosu və qütbləşmə dərinləşər. Buna görə də Mətbuat Şurasının çağırışı peşəkar medianın özünü dərk və məsuliyyət mərhələsinə keçidi üçün ciddi siqnaldır. Xalqın gündəmi hər zaman aktualdır. Həqiqətin izi ilə yenidən görüşmək ümidi ilə. Bizi izləməyi unutmayın.